Salam astrologiya həvəskarları, ekrana yaxın əyləşin. Çünki bu videoda sizə bir neçə maarifləndirici məlumat paylaşacağım. İlk öncə mart ayı barədə ümumi informasiya verəcəm. Sonra isə hər zaman mənə verdiyiniz sual, Günəşin bürc dəyişimi zamanlarında dünyaya gələnlər hansı bürc altında dünyaya gəliblər? Bu barədə sizə önəmli informasiyalar paylaşacağım. Gəlin keçid edək mart ayı barədə məlumatlara. Çünki 2026-cı ildə Günəşin balıq bürcünün 29 dərəcəsini tərk edib və Qoç bürcünün 00 dərəcəsinə keçid etdiyi zaman 20 mart saat 18:46-dır. Bəli, yəni Azərbaycan və Bakıya 18:46-da yazın gəlişi, baharın gəlişi müşahidə olunacaq. Çünki artıq Günəş Qoç bürcünə keçid edəcək. Astrologiyada da məhz Qoç bürcünə keçid zamanı təbiətin oyanışı və astroloji təqvimin başlanğıc dönəmidir. Heç təsadüfi deyil ki, dünyada da 20 mart Dünya Astrologiya Günü kimi qeyd olunmaqdadır. Elə bu il 18:46-da da məhz yaz gələcək və artıq balıq enerjisindən Qoç enerjisinə doğru keçid edəcək. Buna görə də insanlar son bir ayda yaşadığı passivlik, enerji azlığı, daxilə qapanma, içə çəkilmə, həssaslıq dönəmini artıq geridə qoyub, düşünməyi bir kənara qoyub, artıq Qoç bürcünün enerjisinə, yəni hərəkətə keçməyə, motivasiya artımına, enerji artımına səbəb olan enerjilərin başlanğıcını başlatmış olacaqlar. Və ona görə də bu dönəmlərdə, yəni 20 martdan etibarən artıq bütün insanlar üzərində enerji artmağa başlayacaq. Yeni bir şeyləri başlatmaq üçün motivasiya daha da çox olacaq. Xüsusilə də bu son bir ayda düşündüyünüz, çox götür-qoy etdiyiniz məsələlərdə, hansı ki hərəkətə keçməkdə çətinlik çəkirdiniz, çox düşünürdünüz. 20 martdan etibarən artıq Qoç bürcü enerjisi ilə hərəkətə keçmək enerjisi tamamilə aktivləşəcək. Çox uğurlu bir dönəmdir. Yeni layihələrin başlanğıcı, hər hansı bir ideyalarınız, hər hansı bir planlarınız varsa, bir hərəkətə keçmək istəyirsinizsə, yeni bir şeylər, həyatda nə etmək istəyirsinizsə, 20 martdan etibarən artıq onu etmək enerjisinə, onu etmək gücünə sahib özünüzü hiss eləmiş olacaqsınız. Çünki artıq Günəş Qoç bürcünə keçir və sizə daxili bir motivasiya və güc enerjisi verəcək. Amma burada diqqət etməniz lazım olan məqam məhz səbirlə bağlantılıdır. Çünki biraz bu mart ayı və eyni zamanda aprel ayının ortasına qədər səbirsizlik arta bilər insanlarda. Daha bir şeyləri tez edim və yaxud da ki, bu işi tez tamamlayım və yaxud da tez hərəkətə keçmək istəyirəm. Mütləq və mütləq Qoç bürcünün, bəli, daxili enerjisi, aktivliyi, cəsarəti hər birimizə bu mart və aprel ayının ortasına qədər bir çox layihələri, bir çox işləri həyatımızda yerinə yetirmək kömək edəcək. Lakin səbir sınağı da bizim üçün qaçılmaz olacaq. Yəni, mütləq və mütləq səbirsizliyi bir kənara qoymalı, çox, belə deyim, diqqətli düşünməli və düzgün atılan addımlarla biz doğru nəticələr əldə eləməliyik, bunu bilməliyik. Çünki Qoç bürcünün bir enerjisi var. Qoç bürcü, astrologiya belə bir deyim var ki, Qoç bürcü ilk öncə oxu atır, sonra isə nişan alır. Yəni, bu o deməkdir ki, düşünülmədən başlanan hərəkətlər, düşünülmədən başlanan hər bir enerjinin sonunda siz davamiyyət görməyə bilərsiniz. Burada çox diqqətli olmalısınız. İkinci bir məsələ, hansı ki mənə çox sual olunur ki, Aytən xanım, bürc keçidlərində, yəni Günəşin bir bürcdən digər bürcə keçid zamanı biz hansı bürc altında dünyaya gəlmişik? Məsəl üçün 20 mart 2026-cı ildə, yəni bugün də dünyaya gələn uşaqlar hansı bürc sayılırlar? Balıq bürcümü yoxsa Qoç bürcümü? Buna hər zaman aydınlıq gətirirəm. Buradan da bir də təkrarlamaq istəyirəm ki, Günəş hansı saatda bu ilə görə hər zaman dəyişir, hansı saatda balıq bürcünün 29 dərəcəsini tərk edir və Qoç bürcünün 00 dərəcəsinə keçid edirsə, bu zaman o saatdan etibarən artıq bürc dəyişimi başlayır. Yəni, bu o deməkdir ki, 2026-cı il saat 18:46-ya qədər dünyaya gələn uşaqlar balıq bürcü zodiak altında, 18:46-dan etibarən dünyaya gələn uşaqlar isə Qoç bürcünün enerjisi altında dünyaya gələcəklər. Bu eyni zamanda bütün belə deyim aylarda baş verən Günəş dəyişimlərinə, Günəşin bürc dəyişimlərinə də aid olunur. Yəni
Bunun üçün Günəşin bürc dəyişimində dünyaya gələn uşaqlar və yaxud da ki, fərqi yoxdur, böyüklər, fərdlər, onlar doğum saatlarını dəqiq yazaraq hansı bürc zodiaka altında, hansı zodiak altında dünyaya gəldiyini buradan öyrənə bilərlər ki, bu çox önəmlidir. Çünki Günəşin enerjisi əgər balıq bürcündədirsə, o zaman həmin insan balıq bürcünün enerjisi altındadır. Yəni o enerjidə dünyaya gəlir. Qoç bürcündədirsə, məsəl üçün, o deməkdir ki, o daha cəsarətli, daha atılqan, daha məsəl üçün səbirsiz bir enerjide olacaq. Eyni zamanda buradan dönə-dönə yenə də vurğulayıram ki, bu o demək deyil ki, mən Qoç bürcüyəm, mən ancaq Qoç bürcünün xüsusiyyətlərini özümdə cəmləşdirirəm. Yox, bu belə deyil. Çünki baxın, bizim Günəş bürcümüz Qoç ola bilər və mən hər zaman deyirəm ki, astrologiyada təkcə Günəş bürcündən ibarət deyil. Orada bizim Ay bürcümüz, orada bizim Merkurimiz, orada bizim Veneramız, yüksələn bürcümüz və digər belə deyim, planetlərimizin yerləşdiyi bürclər var ki, bu da bizim əslində həyatımızda bütün bürclərdən bir işarə olduğunu göstərir. Yəni hal-hazırda sosial şəbəkədə yayılan bürclərin xarakteri anlayışı tamamilə səthi bir anlayışdır. Hər zaman verdiyim proqnozlarda da deyirəm ki, bəli, biz bürc proqnozu verməliyik. Bürc proqnozunu professional, peşəkar astroloqlar mütləq və mütləq yüksələn bürcünə əsasən verir. Hətta siz bürcləri dinləyərkən yüksələn bürcünüzə əsasən dinləsəniz, o zaman onların düz çıxma ehtimalları daha çoxalır. Amma unutmayaq ki, hər birimizin bir doğum xəritəsi var. Hər birimiz individualıq. Bizim verdiyimiz ümumiləşmiş bürc proqnozu hər bir insanın həyatına aid olmaya bilər. Bunun üçün biz doğum xəritənizi araşdırmanızı özünüz də təhlil edə bilərsiniz. Eyni zamanda bir astroloqa da müraciət edə bilərsiniz. Bu zaman sizə doğum xəritənizdə bu enerjilərin hansı təsir altında olacağını, hansı təsirə alacağını daha düzgün şəkildə siz öyrənmiş olacaqsınız. Və Mart ayı çox gözəl enerjilər gəlir. Xüsusilə də 20 Mart artıq ünsiyyət və kommunikasiya planeti olan Merkurinin düz hərəkətə keçməsi balıq bürcündə elə heç təsadüfi deyil ki, və Günəşin də Qoç bürcünə keçidi ilə bilirəm ki, bu 3 həftəlik müddətdə çox keçmişə getdiniz, çox məsələlərin üzərində götür-qoy etdiniz, çox düşündünüz və elə 20 Martdan etibarən enerjilərin aktivləşməsi ilə məhz Venera da Qoç bürcündə hərəkət eləyir və yeni bir işlərin başlanğıcı, yeni bir ideyaların başlanğıcını qoymaq üçün, hərəkətə keçmək üçün artıq 20 Martdan etibarən uğurlu bir zamandır. Yenə də deyəcəm, mütləq və mütləq diqqətli, düşünülmüş və tələsmədən addım atmağınız məsləhətlidir. Bu videonu sizə məlumat xarakterli paylaşdım. Xüsusilə də Günəşin keçid günləri barədə informasiya vermək istədim. Və bu videonun komment bölməsinə, rəy bölməsinə əgər keçid günlərində dünyaya gəlməsinizsə, doğum tarixinizi və doğum saatınızı qeyd edə bilərsiniz. Sizə bürcünüzü qeyd edə bilərəm. Sağ olun, inşallah növbəti videoda görüşərik.